Bir neçə gün ərzində Bakı şəhərinə yağan şiddətli yağışlardan sonra yaranan fəsadların aradan qaldırılması və şəhərin sanitar təmizlik səviyyəsinin lazımi səviyyəyə çatdırılması məqsədi ilə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təmizliklə bağlı paytaxtda geniş miqyaslı daxili iməclik keçirilib. Səhər saatlarından etibarən kommunal xidmətlər gücləndirilmiş rejimdə işə cəlb olunub. Xüsusi texnikalar vasitəsilə əsas küçə və prospektlər, eləcə də məhəllə daxili yollar yuyularaq palçıq və çirkabdan təmizlənib. Yağıntının gətirdiyi tullantılar ərazilərdən daşınıb. Təmizlik işləri yalnız yollarla məhdudlaşmayıb. Səki kənarları, bardürlər, işıq dirəkləri, məəccərlər, park və istirahət zonalarındakı oturacaqlar yuyulub. Yaşayış məhəllələrində geniş sanitar işlər həyata keçirilib. Ticarət və ictimai yaşayış obyektlərinin qarşısında da səlqə-sahman yaradılıb. Bu tədbirlərin hər biri 2 gün paytaxtda davam edən güclü yağışdan sonra yaranan fəsadların aradan qaldırılması üçün həyata keçirilir. Qeyd edək ki, yağan güclü yağışlar nəticəsində paytaxtın bir çox ərazilərində su basmalar olmuşdu və elə həmən su basmalardan sonra bir çox obyektlər də suyun altında qalmışdı. Yaşıllaşdırma xidmətlərinin əməkdaşları isə yağışdan sonra toz və palçıqla örtülən ağac və kolları təmizləyib, zədələnmiş budaqları buduyub, ərazidə aqrotexniki qulluq işləri icra olunub. Şəhərin görünüşünü yaşıllaşdırmaq üçün yeni güllər əkilib. Bakı şəhər İcra Hakimiyyətindən verilən məlumata görə kütləvi şəkildə həyata keçirilən bu iməclik yağışın yaratdığı fəsadların qısa müddətdə aradan qaldırılmasına və paytaxtın sanitar vəziyyətinin bərpasına yönəlib. Bildirilir ki, bu cür tədbirlər bundan sonra da davamlı xarakter daşıyacaq. Rəşad Vəkiloğlu, Nadir Zəlilov, Space xəbər.